Və aleykum assalam və rəhmətullah. Sual belədir ki, atamın və qaynatamın 70-ə yaxın yaşları var. Əsl Sovet adamlarıdır. Rusun havası hələ də başlarındadır. Biz onları haqqa gətirə bilmirik. Allaha inanırlar, amma öləndən sonra diriləcəkinə inanmırlar. Yeri gəldikcə deyirik, başa salırıq, yoldaşımla çox narahatlıq olur. Bu hal üzrə dünyaların dəyişsələr, bizə bir günah olarmı? Əlhəmdülillah, analarımız ibadət edir, şirkdən uzaqdılar. Bax, sualın cavabını demək olar ki, özünüz verdiniz və dediniz ki, əlhəmdülillah, analarımız ibadət əhlidir. Bu nə deməkdir? Bu o deməkdir ki, yəni hətta Sovet dönəmində olanlardılarsa da belə, yenə də əlhəmdülillah, Allah Subhanahu istədiyini hidayət verir. Deməli, bu o deməkdir ki, onların müəyyən damarları var ki, siz onları hələ tuta bilmirsiniz. Yəni, inşallah ki, dəvətiniz davam eləyin Allahın izni ilə. Çünki analarınızın ibadətinə, hidayətinə səbəb olmuşsunuzsa, inşallah ki, günün bir günü bu atanızla qaynatazın da damarını tutacaqsınız. Əmin olun Allaha. Sadəcə dəvətdən soymayın və Allaha çoxlu dualar edin Allahın izni ilə. Çünki müvəffəqiyyət Allahdandır. Və hətta siz onlara dəvət etsəniz də belə, onlar hidayət olmasalar da belə və dünyaların dəyişsələr, sizə heç bir günah falan da yazılmır. Çünki siz zaten ömrünüzü onlara sərf eləmişsiniz. Amma bu ahirətə ölüləndən sonra diləcəklə inanmama məsələsinə gəlincə isə, bəli, bizim də bir 95-ci ildə belə bir hadisə başımıza gəlmişdi. O zaman biz hələ gənc idik və bizim yanımızda bizdən bir 4-5 yaş böyük olan bir iman etmiş biri var idi. Bizdən daha çox da bilirdi. Və bir də biz onunla taksi ilə bir yerə gedəndə və bu dəvətçi idi. Və başladı taksi sürücü ilə danışmağa və o da başladı ki, bəs kimdir oraya gedib gələn, heç kim gəlməyib, filan besməşəm, danışdı. Sonra bu qardaş ona gözəl bir misal çəkdi və biz bunu dəfələrlə çox yerdə misal çəkmişik. Qardaş ona qayıtdı, dedi ki, dayı, neçə il taksi şoförsən? Dedi, bir 25 il olar. Dedi ki, bu 25 ildə, yəni belə bir şey olubmu ki, yəni sənə harasa sürdürsünlər, pulu verməsinlər və ya da səni vurub puluvu alsınlar və ya da ki, puluva uğrasınlar. Dedi, bala o qədər olub ki, təkərim belə oğlanıb, o olub, belə olub, pulumu verməyiblər, belə döyüblər, belə eləyiblər. Və sonra qardaş qayıtdı ki, ay dayı, baxın, özün bir buna cavab ver ki, bax, bu nətər olur ki, sən də insansan, o da insansan. O sənə bu cür haqsızlıqlar eləyir də, bunun axırı necə olacaq, ayıb ala bilirsən nə var? Onlar bir gün elədiyinə görə cavab verəcəklər. O zaman qardaş qayıtdı ki, dayı, bax, həmən ona bir gün var, cavab verəcəklər bir gün. O qiyamət günüdür. O insanların öləndən sonra diriləcəkləri gündür. Biz sadəcə ona öləndən sonra dirilmək deyirik, siz ona hansısa bir gün gələcək. Bax, elə həmən o gün o gündür də, qardaş. Bax, o qiyamət gün həmən o gündür. Ona görə Allah təala deyir ki, yevmül əxir, başqa bir gündür o. Və insanlar da fitrətdən onu başqa bir gün deyə kimi tanıyırlar. Biz onu insanlara qiyamət günü, öləndən sonra dirilmək və s. bu kimi təbliğ eləyirik deyənə, onlar şəri termin olduğuna görə bu sözlər, onlar onu dərk elə bilmirlər. Amma onların beyində bir şey var ki, bax, o hansısa bir gün, başqa bir gün. Halbuki Quran-ı Kərimdə də Allah təala axirət günü yevmül əxir, başqa bir gün, axirət günü adlandırır. Yəni, başqa bir gündür o. Bəli, onlar onu cür qəbul edirlər. O zaman dayıya dedi ki, dayı, bax, o sənə dedin başqa bir gün var, ha. Bax, o həmən elə gün, biz də o gündən danışırıq. Sadəcə biz adını belə qoymuşuq, sən adını elə deyirsən. Dayı deyir, hə, bala, onlar hökmən cavab verəcəklər. Bax, elə hökmən cavab verəcəklər. Yəni, bu nə deməkdir? Yəni, onlar əslində ölməkdən sonra dirilməyi inkar eləmirlər. Sadəcə onların öz başa düşdüyü formatda danışmaq lazımdır. Yəni, onların başa düşdüyü üslubda danışmaq lazımdır ki, Allahın izni ilə onlar onu da inşallah ki, daha dəqiq, daha gözəl, yəni başa düşsünlər. Allah təala sizi müvəffəq eləsin. İnşallah yoldaşınızla bir yerdə elə atanızla, qaynatınızla dəvət edin və inşallah gün keçməz ki, görəcəksiniz ki, onlar da hidayət olub və həqiqətən də biz də çox sevinərdik ki, siz də onların hidayətinə səbəb olsaydınız. Və aleykum assalam. Sual belədir ki, mən əvvəllər bağçada işləmişəm və əsəbi olduğum üçün uşaqları heç nə etmədikləri halda vururdum, əsəbləşirdim. Oyuncaqlarını əllərindən alırdım, üstlərinə qışqırırdım və s.
hazırda yadıma düşəndə vicdan əzabı çəkirəm və peşmanam. İndi o uşaqlar böyüyüb və mən halallıq almaq üçün onları tapa bilmirəm və çox narahatam. Onlar uşaq idilər, bəlkə də indi heç birinin yadında deyil, amma mənim yadımdan çıxmır. Mən bu günahımın kəffarəsi olaraq nə etməliyəm, nəsiyyət edərdiniz? Təbii ki, yəqin ki, siz bunu cahilə dövrdə etmişsiniz və düzdür, dediklərinizdən o görsən ki, siz açıq-aşkar, yəni uşaqlara zülm eləmişsiniz. Ona görə ki, özünüz əsəbi olduğunuz halda müalicə almalıydınız və siz əsəbinizi uşaqlara tökmüşsünüz. Təbii ki, bu baxımdan da siz günah qazanmışsınız. Amma nəzərə alsaq ki, bu cahilə dövründə olub və uşaqlar böyüyüblər artıq. İnşallah ki, sizə yetər ki, o işlədiyiniz müddətdə elədiyiniz xataları çalışın ki, bugünkü gündə bağça müəllimələrinə tövsiyə edəsiniz ki, onlar da sizin elədiyiniz xatalar eləməsinlər. Yəni, sizin tövbəniz, yəni elədiyiniz haqsızlığı indi bu dəqiqə həmən bağça müəllimələrinə haqlı tərəfindən onlara dəvət eləməyinizdir. Onlara öz elədiyiniz səhvləri onlara başa salasınız ki, onlar bu səhvləri eləməsinlər. Və o uşaqlar üçün də, zülm elədiyiniz o uşaqlar üçün də təbii ki, hər gün Allah Subhanahu hidayət diləyin. Allahdan hidayət diləyin, onlar üçün hidayət olmağına dua eləyin Allahın izni ilə. Və həmçinin də əgər hansısa uşaqdan kiməsə konkret olaraq fiziki təsir göstərib uşağın hansısa bir əzasına, yəni şikəst eləmişsinizsə, o zaman bəli, siz valideyni tapıb bundan halallığını almalısınız və lazım gələrsə ona fidyə də ödəyə bilərsiniz, dizyə də, sədəqə də ödəyə bilərsiniz. Çünki zərərin əvəzini pulla ödəməlisiniz. Yox, əgər belə bir şey olmayıb, mücərrəd olaraq oyuncaqlarını almışsınız, döymüşsünüz, amma xəsarət yetirmədən döymüşsünüzsə, təbii bu da haqsızlıqdır. Amma bunun üçün təbii ki, tövbə öz yerində və eyni zamanda uşaqlar üçün hidayət diləyim, hidayət arzulayım. Bu da öz yerində ən böyük sizin boynunuza düşən isə təbii ki, bağça müəllimələrinin düzgün təbliğat aparmaqdır. Ki, onlara düzgün təbliğat aparın ki, bax, onlar da sizin elədiyiniz səhvi eləməsinlər. Çünki Şeyx Ünbaz Rəhmalladan jurnalistlər barəsində soruşurlar ki, onlar İslamın əleyhinə təbliğat aparıblar, İslama qarşı kampaniyalar aparıblar. İndi tövbə ediblər. Onların tövbələri necə olur? Ünbaz Rəhmallah Qurandan ayə gətirir ki, o kəslər ki, Allah Subhanahu haqq nazil edildiyini gizlətdilər, insanlar bəyan eləmədilər. Onların tövbələri olur ki, onlar tövbə eləsinlər, islah eləsinlər və bəyan eləsinlər. Yəni, harada nəyi artıq əksi İslam əleyhinə danışıblarsa, orada da gedib əksin olaraq İslamın haqq tərəfindən danışsınlar. Elə də sizin misalınıza buna bənzəyir. Yəni, siz o müslimai bağçalarda işləmişsiniz və elədiyiniz xəsarətlər, zərərlər artıq başa düşmüşsünüz, vicdan azabı çəkirsiniz, amma unutmayın ki, sizin ən böyük təbliğatınız bax, həmən o bağça müəllimələrinə təbliğat aparmağınızdır. Yəni, heç olmasa bir bağça müəllimələrinə, yəni konkret bir bağçaya gedib, orada bu müəllimələrlə diyaloq aparıb, onların elədikləri xatalarını ona başa salmağınız Allahın izni ilə sizin üzərinizə olan yükü yüngülləşdirmiş olacaq. Və aleykum assalam. Sual belədir ki, mən biraz qısqancam. Səbəb yoldaşımın xarakteridir. Çox ünsiyyətçildir. İş yerində qızlarla lorul ildə desək tez-tez qaynayıb qarışır. Özü namaz qılandı. Bilir ki, naməhrəmlərlə deyib gülmək olmaz. Amma edir. Kontaktındakı qızlarla səmimi smayliklar falan yarışmalar. Bu halda mən necə davranmalıyam? Bir nəsihət edəriz. Allah sizdən razı olsun. Ümumiyyətlə, qısqanclıq normal şeydir. Yəni, bu olmalıdır qızda da, oğlanda da. Amma həddindən artıq qısqanclıq çox olmaz. Çünki həddindən artıq qısqanclıq bu ifrat deməkdir. Bu da axırı fəsadla qutarır. Yəni, həddindən artıq qısqanclıq ifrata aparır. Amma o ki, qalacaq ki, yoldaşınızın bu cür eləməsi, bəli, yoldaşınız haram işlə məşğul olur. Yoldaşınız haram işlə məşğul olur və siz ona
namaz qılan ibadət əhlicə sonra başa salın ki, onun elədiyi bu şeylər haramdır. Bu şeylər haramdır. Yəni, hətta sənin iş yoldaşında belə, qadınlar işləyirsə də belə, sən onlarla səmimi münasibət qura bilmərsən. Sən onlarla yalnız iş barəsində hə və yaxud da yox danışa bilərsən. Yəni, siz ona başa salın, Allahla qorxudun. Yəni, belə çıxır ki, əgər o bugün qızlarla səmimidirsə, deməli, o rəva bilirmi ki, özünə, sabahçın onun yoldaşı da kişilərin əhatəsində işləyəndə, onun yoldaşı da mı onun iş yoldaşı olan kişilərlə səmimi münasibət qursa, ünsiyyət qursa, kişinin xoşuna gələr, deyəcək, yox, mən qısqancam. Və sənin yoldaşın da qısqancı da. Ona görə siz yoldaşınıza başa salın ki, sənin elədiyin bu şey haramdır. Əgər sən bunu edirsənsə, deməli, mən də edə bilərəm də. Yəni, mənə də olar bunu eləmir. Deyir, yox, sənə olmaz. Yəni, nə deyim, qadın olmazsa kişiyə də olmaz. Yəni, siz yaxşı olar ki, yoldaşınızı Allahla qorxudasınız. Ona deyirsiniz ki, sən elədin bu şeylər zinaya aparır. Allah Teala Quran-ı Kərimdə buyurur ki, وَلَا تَقْرَبُوا الزِّنَا Zinaya yaxınlaşmayın. Quran-ı Kərimdə zina etməyin ayəsi yoxdur. Zina etməyin ayəsi yoxdur. Quran-ı Kərimdə وَلَا تَقْرَبُوا الزِّنَا var. Zinaya yaxınlaşmayın. Və alimlər deyir ki, zina etməyin ayəsi yoxdur, amma zina yaxınlaşmayın ayəsi zina etməyin ayəsindən daha bəlağətlidir və daha deyir, haqlıdır. Çünki zina birdən-birə baş vermir. Heç kim gəlib sənin qapı deyir ki, filan kəs gəlməylə zina elə. Zina addım-addım atılır, yavaş-yavaş yaxınlaşılır zinaya. Bu yön səmimi danışır, söhbət, smaliklər, yazışmalar, sabahçın, axşam işdən sonra görüşmələr, park, bulvar və xəsər bir də gördüyünüz ki, vay, bu artıq həmən qadına zina edirlər. Niyə? Çünki bu birdən-birə baş verməyib. Bu yavaş-yavaş baş verib. Ona görə siz yoldaşınızı Allahla qorxudun. Ona nəsiyyət edin, ona tövsiyə edin. Ona tövsiyə edin. Yəni, düzdür, qısqanmanız normaldır. Yəni, qısqanmalısınız. Çünki əgər bir kişidə, qadında qeyrət varsa, bəli, qısqanmalıdır. Amma ifrat dərəcəsində qısqanmaq olmaz. İfrat dərəcəsində qısqanmaq olmaz. Ona görə siz onu ilə nəsiyyət eləməsi başa salmalısınız. Və onunla da sərt danışmalısınız ki, sən edin bu şeylər haramdır, olmaz. Çünki sən bunu edirsənsə, deməli, sən bunu öz yoldaşına da rəva bilirsən. Deməli, sənin yoldaşın da öz iş yoldaşlarına bu cür davrana bilər. Onda necə olacaq? Ona görə yoldaşınıza başa salın Allahın izni ilə və bu məsələdə biraz sərt olun. Və aleykum və salam. Sual belədir ki, mən keçən il qaynanamın otağından sok butulkasında su dolu içərisində 150 toxumu çöpləri xırda-xırda qurğuşunlar tapmışdım. Qaynanamdan soruşum, bu nədir? Dedi, qorxuluq götürmək üçündür. İnanıb keçdim. Bu ilə yenə həmin qabdan tapdım. Evdən bunun başqa şey olduğundan şübhələnirəm. Buna görə də qorxuram. Bu arada deyim ki, qaynanam ögəydir. Evdə cadu olmağından şübhələnirəm. Cehizli kreslomun altından da 3 gün bükülmə kağız da tapmışdım. İçəri ərəb hərfləri yazılmışdı. Onda da soruşdum, bu nədir? Dedi ki, bərəkət duasıdır. Mənə məsləhət edərsin, mən nə edim? Ümumiyyətlə, ay bərəkət duasıdır, ay nə bilim, gözləyəməni, qorxu, qotur və s. Yəni, belə bir şeylər dində yoxdur. Yəni, üzərlik nə qorxu götürəcək? Yəni, o nə deməkdir ki, üzərlik qorxu götürür? Yəni, üzərliyin nəsə bir gücü zadı var, nəsə bir salahiyyəti var nəyinsə üstündə. Sadəcə bizim insanlar xurafata meyilli insanlardır, mövhumata, uydurmaya meyilli insanlardır. Bəli, üzərliyin tibbi faydası vardır. Üzərlik onu qurudub və onu qabın içində yandırıb və düzsün bütün evə gündə 2-3 dəfə havalandırmaq olar. Çünki üzərlik təbii ətirdir
və o evdə olan ağır havanı yüngülləşdirir, mülayimləşdirir. Çünki havada olan mikrobların öldürməyinə səbəb olur və ona görə də bizim dədə-babalarımız həmişə evlərdə 150 yandırır. Səbəb nə idi? Otağın havası təmizlənsin, mikroblar ölsün və s. Amma tədricən bizim nənələr, babalar, bizim analarımız, atalarımız, nənəmizdən, babamızdan bunları görüblər və bəziləri soruşub bu nədir, bəziləri isə soruşmayıb. Və kör-körünə bu əməli götürüblər və günümüzdə bu əməl elə gəlib bizə çatıb ki, sanki üzərlik gözdəyməni götürür və ya da ki, qorxunu götürür. Yəni, bu hamısı mövhumatdır. Elə bir ki, təsəvvür edin ki, günümüzdə bugün analgin içsilər baş ağrısını ötürü, düzdür? Və sən də uşağa demirsən ki, bu nədir? Uşağa demirsən, bu nədir? Və uşaq da bir 50 ildən, 60 ildən sonra başlayır ağ-ağ yumru tabletkaları içməyə ki, mən görmüşəm, bunu mənim atam, anam belə istifadə edirlər. Nədən ötürü istifadə edirlər? Ümumiyyətlə, nədir o tabletka? Yüzlərlə o cür tabletkalar var. Amma hər tabletkanın özünün istifadə eləmə yönümü var. Nədən ötürü və nə üçündür və necə istifadə eləmək lazımdır? Elədir, üzərlik də bu cür. Bizim ata-anamız, babalarımızın, nənəmizdən götürüblər, amma biz başa düşməmişik onlar bunu nə üçün edir. Görmüşük, bəli, evin yuxarısında həmişə üzərliklər var, büküblər, asıblar yuxarı. Biz eləmişik, o gözləmə ötürüdür. Yox, o qurutmaqdan ötürüdür. Və ona görə həmişə əl çatmaz yerə qoyublar ki, o quruyandan sonra əl vuran kimi qopur. Həmişə onu əl çatmaz yerə bağlayıblar ki, uşaqların əli dəyməsin. Lazım onda ehmalca götürüblər, bir dənəsini, iki dənəsini çubuğun qabının içine qoyub yandırıblar və bütün evin havasını o ilə əlhəmdülə təmizləyiblər. Ona görə də siz əgər evdə bu kimi şeylər tapırsınızsa, ögey ananıza nəsiyyət edin, başa salın. Amma gördünüz, yox, sizə qulaq asmıyor, öz bildiyin davam edirsə, problem yoxdur. Elə şeylər siz tapdınızsa, kağızdır, mağızdır, kağızlar olsa yandırın, geçsin, problem yoxdur. Belə şeylər orada aparın, içini boşaldın, tullayın, geçsin. Elənçi onu tullamayın. İçindəkilərin boşaldın həmişə. Çünki nə qədər ki, ağzı bağlıdsa, cadı özündə qorunmuş sayılır. Amma elə şeylər tapdınız, bismillah eləyin, ayət-i kursunu oxuya-oxuya, açın onun için boşalın, sonra ki, tullayın, çıxsın, geçsin. Məsələn, heç qaynanıza, falanıza deməyin. Ola bilər ki, bəli, cadı eləyir, sehir eləyir, ola bilər. Amma hər bir halda belə şeylər tapdınızsa, inşallah dediyimiz kimi yox eləyin, geçsin. Və aleykum assalam və rəhmətullah. Sual belədir ki, şəriətimizdə kişilərin saç uzatmanın hökmü nədir, icazəlidirmi? Biz Peyğəmbər sallallahu aleyhi ve sellem həyatını oxuyan zaman görürük ki, Peyğəmbər sallallahu aleyhi ve sellem uzun saç saxladığı vaxt olub və ən uzun saçı Allah Rasulunun çiyinlərinə qədər olub və kesal vaxtı olub və saçı qısa olan vaxtı olub. Bu o deməkdir ki, yəni bu Allah Rasulunun zahiri vəsiflərindən olub. Alimlər, müasir alimlər deyir ki, o sünnə deyil. Yəni, sırf saçı uzun saxla, sünnədir. Bu barədə hədis var, xeyr, belə bir şey, hədis filan yoxdur. Ona görə alimlər deyir ki, bu sünnə deyil. O, həmən dövrdə kişilərin adətlərindən idi. O, kişilərin adətlərindən idi. Və həmçinin də günümüzdə də cihadda olanlar, döyüşdə olanlar, yəni hansı ki, həqiqətən də vaxtları olmur saçlarını daramağa eləməyə, saçlarını qulluq eləməyə, bəli, onlar uzun saç uzada bilirlər. Çünki əksər rivayətlərdə, yəni cihad ərəfələrində Peyğəmbər sallallahu aleyhi və səlləmin saçın uzun olması varid olub. Amma günümüzdə isə, yəni biz hansısa bir sələf alimlərinin yəni belə elədiyini görməmişik. Əla xüsusilə görürsən ki, balaca uşaqlardır, 12, 11, 13 yaşında uşaqlardır və saçlarını uzadırlar uşaq oğullarının və arxadan da rezinlə də yığırlar. Rezinlə yığırlar. Düzdür, əsasən bunları elənlər biraz fikirləri təkvir fikirli olanlar olurlar. Yəni, bilməmində övladlarını yəqin ki, mücahidlərə bənzətmək üçün bunu edirlər. Amma hər bir halda o uşaq 10-11 yaşında uşaq üzündə hələ saqqal, bığ heç nə çıxmayıb və onun saçını elə uzadırsan, arxadan da rezinlə bağlayırsan, yəni sanki məhlədə qız oğlan oynayanda onlar qızlardan da seçilmirlər. Çünki o körpə yaşında olan uşaqlar, onların da qız uşaqları da yetkinlik yaşına çatmadıqlarına görə də onlar da zahirən qızlıqları belə bilinmir. Yəni sinəsi və digər əzaları bilinmədiyinə görə o yaşında uşaqlar, yəni oğlan qız eyni saç uzadıb saçın axına rezinka ilə yığanda
Yəni, sanki bir-birinə bənzərlik də yarar və hətta bəzi uşaqlar var ki, şəxsən mənim öz qarşıma çıxıb ki, yəni uşaq bundan utanır. Amma atası məcbur edir onun saçını uza salma. Uşaq istəmir, ata məcbur edir. Hətta uşaq qayıtdı dedi ki, valla istəmirəm, amma atam məcbur edir. Yəni, bu dərəcədə olmaz. Bu dərəcə olmaz. Baxırsan ki, ata özü saçı normal saxlayıb, yəni adi kişi saç qırxı kimi, yəni qısa saçlıdır, normal biz saxladığımız kimi. Amma uşağın isə uzun saçlı edib. Yəni, əgər bu belə yaxşı görsənirsə, yəni ən azı sənin üzündə saqqal var, yəni sən saqqalın onu saxlasan münasib olar. Amma körpə uşaq 11 yaşında uşağın üzündə saqqal olmadığı halda sən onun saçını uzat və sonra da arxadan da rezinka ilə yığ, yəni bu dərəcədə uşaqları utandırmayın, uşaqları utandırmayın. Çünki ümumiyyətlə sahabə övladlarının, körpələrin elə saçın olması varid olmayıb. Yəni uşaq gəlməyib ki, uşaqlarda elə saç olub. Yəni siz ən azından sünnəni yaşamaq istəyirsinizsə, ən azından Allah Rasulunun sirasına müraciət edin və görün ki, ümumiyyətlə Allah Rasulu körpə uşaqlar onu tövsiyə edibmi, yoxsa körpə uşaqlar o cür saxlayıblarmı? İnşallah öyrənin, faydalanın Allahın izni ilə. Amma çalışın ki, uşaqlarınız o cür əmələ məcbur edib utandırmayasınız. Və aleykum assalamtullah. Sual belədir ki, mən həkiməm və təyin etdiyim elə dərman var ki, o donuzun nazik bağırsağından epitelisdən istehsal olunur və ekvivalenti yoxdur. Bəzi xəstələr donuzun hüceyrəsi var deyə onu istifadə etməkdən kəsin imtina edirlər. Bilmək istəyirəm ki, elə bir ayə və ya hədis varmı ki, vacibat olduğunda dərman vasitəsi kimi qəbul etmək qəti haramdır və ya məqbuldur bildirsin bunu və ya mən günah edirəm o dərmanı yazmaqda, haqqını halal edin, narahat edib. Xeyr, heç bir narahatçılığa, yəni narahatçılıq zat deyil. Yəni bu Allahın izni bizim borcumuzdur. Və donuzun nəyindənsə dərman hazırlaması məsələsinə gəlincə isə, donuz bilirik ki, İslam dilində mütləqəl olaraq haramdır. Və yeganə heyvandır ki, ümumilikdə onun hər bir şeyi, təpədən dırnağa kimi hər bir şey haramdır. Amma digər heyvanlar var ki, şirdir, pələngdir və s. Bunlar əti yeyilməsi haramdır, amma insan onu saxlayıb, törədib, hansısa bir ticarət məqsədi ilə və s. mənfəət üçün istifadə edə bilər. Yalnız mütləqən olaraq donuz ki, təpədən dırnağa hər bir şey haram sayılır. Onu saxlamaq, böyütmək, hansısa bir səbəbini ötürmək və s. hər bir şey haramdır. Və bir də it və itin də haramçılığı donuzdan, yəni aşağı olsa da it də haramdır. İti satmaq, eləmək, ondan sonra faydasız yerə, səbəbsiz yerə saxlamaq, bunlar hamısı qadağandır. Amma donuz barəsində isə bəli, açıq-aşkar donuzun hər bir şeyinə haram gəlib. Yəni onun bağırsağından və ya da ki, qasırğasından, nəyindən, nə olur olsun, donuzun piyi və s. mütləqən olaraq hər bir şeyindir haramdır və Allah Subhanahu da haram olan şeylərdə şəfa etməyib. Amma təbii ki, günümüzdə müəyyən dərmanlar var ki, yəni orada hökmən donuzdan nəysə düzəlir və həkimlər qeyd edirlər ki, bunun suala deyildiyi kimi heç bir ekvivalenti yoxdur. Amma Allahın izni ilə, yəni deməyək yoxdur, məsələn, deyək ki, biz bilmirik. Yəni, mənə elə gəlir ki, yəni, yaxşı olardı ki, deməyək ki, ekvivalenti yoxdur, deyək ki, biz bunu bilmirik. Çünki nəzərə alsaq ki, əksər dünya həkimləri, yəni onlar qeyri-müsəlman əhlidirlər və ona görə də onlar donuzdan hansısa bir dərman hazırlamağı heç bir haramçılıq görmürlər. Və əslində hər bir dərman ekvivalenti var. İstər donuzdan olan, istər qeyrisindən. Sadəcə həkimlərin niyə əksər hallarda donuzdan hazırlanmış dərmanlar meyil edirlər? Ona ki, onun sağlamlıq baxımından daha tez təsiri var deyə. Amma mən sizə əmin edim ki, Allahın izni ilə, yəni siz dini bilən, yəni həkimdir, həmçində dini bilir,
o cür həkimlərə müraciət etsəniz, onlar əminliklə hər bir dərmanın halal yolun ekvivalentin olduğunu inşallah ki, bizə tövsiyə edərlər. Ona görə bu sualın cavabında bizim tövsiyəmiz odur ki, yəni həkim bizim yəqin ki, bacımızdır, Allahın izni ilə, yəni donuz məmulatı olan heç bir dərman falan yazmasın, əksinə olaraq baxsın, axtarsın, yəni Allah üçün bir vaxtını sərf eləsin, görsün ki, bu hansı digər dərmanlarda eyni effekti verən vasitələr varsa, yəni inşallah ki, o dərmanlar yönəlsə Allahın iznilə daha yaxşı olar. Amma yenə qeyd edək ki, yəni ekvivalenti yoxdur, mümkün deyil ki, olmasın. Sadəcə ola bilər ki, biz bilmirik, amma başqa digər həkimlər ola bilsin ki, bilir. Və aleykum assalam. Sual belədir ki, uşaqlar üçün nağıl kitablar almaq olarmı? Deyirlər, uydurma olur bu hekayələr, yalan sayılır, oxumaq olmaz. Yaxud ancaq şəkildən ibarət kitab alıb, uşağa xəyal qurmağa imkan yaratmaq olarmı? Ümumiyyətlə, təbii ki, əgər nəzərə alsaq ki, biz müsəlmanıq, övladlarımız da müsəlmandır və biz övladlarımıza uşaqlıqdan İslam tərbiyəsi verməliyik. Bu baxımdan biz uşağımızın vaxtını boş yerə sərf etməli deyilik. Yəni, mən bir misal çəkim ki, yaşı 40-45 olan, 40-45 arası olan, yəni müsəlmanlar, yəni günümüzün müsəlmanları, yəni 40-dan yuxarı olan müsəlmanlar bilir ki, biz SSR-in təhsil dövründə, yəni lazımsız şeylər, poemalar əzbərləmişik. Onun Lenin poeması, Komsomol poeması və s. Yəni sevmişik, fərəh hissi keçirmişik ki, əlhəmdülillah mən poemanı öyrəndim, əzbərlədim, Lenin haqqında, nə bilim, Komsomol və s. Şeirlər və s. İndi bu dəqiqə bizim hansı birimizdən desələr ki, o poemanı kim əzbərləyib, hamımız əlimizi qaldıracaq ki, mən. Niyə görə? Çünki oxumağa bizi o qədər yönəldirdilər ki, SSR-nin dövründə. Və biz bütün fikrimizi oxumağa cəlb eləyirdik. Oxuyaq, öyrənək, əzbərləyək, birinci olaq və s. Amma digəl, əgər biz o vaxtı Quran öyrənsəydilər necə olardı? Biz uşaq idik, balaca idik, zehnimiz təmiz idi, ağ vərəq idi. Biz nə əzbərliydik, beynimizə girirdi. Amma biz o vaxtı Quran əzbərləsəydik, əlhəmdülillah, əksəriyyətimiz hafiz Quran olmuşduq. Ona görə siz uşağınıza lazımsız şeylər oxutdurmayın, əzbərlətdirməyin. Əgər siz uşağınızın dilinin, nitqinin səlisliyindən ötürü istəyirsinizsə, məlumatı qurmağını öyrənmək istəyirsinizsə, cümlə qurmağını, fikir söyləməyini istəyirsinizsə, bəli, Peyğəmbər s.ə.v-in həyat kitabı var. Ondan sonra Peyğəmbərlər haqqında dini kitablar, onların həyatları barədə kitablar var. Vallahi ki, peşman olmarsınız ki, o kitabları onlara oxutdurun. Yəni, uşaqlarınıza Cırtdan, Məlik Məmmədə falan nağıl oxumaq lazım deyil. Bütün orada olan qəhrəmanlar, Məlik Məmməd, Koroğlu və qeyrisi, Dədə Qorqud və qeyrisi, vallahi ki, bizim sahabələrimiz ən gözəl örnəkdir, qardaş. Bizim sahabələrimizin döyüşləri, vaxt keçirdikləri qəzalar, yəni döyüş qəzaları, ondan sonra onların döyüşdə etdikləri şücaətlər və s. kifayət qədər vardır. Yəni, nağıla ehtiyac yoxdur. Uşağımızın başı nağılla qatmağa ehtiyac yoxdur. Zaten onsuz elə uşaqlarımız boş vaxt tapan kimi telefonda, televizorda muhtemelen baxırlar. Yəni, o barədə onlar öz məlumatlarını toplayırlar. Yəni, uşaqlıq özünü göstərir. Amma başının üstünə deyib ona kitab oxuturmaq istəyirsinizsə, Peyğəmbərlərin həyatı kitablarını oxutdurun. Burada Nuh haqqında, Adəm haqqında, Yusuf əleyhissalam haqqında, İbrahim əleyhissalam haqqında, Yunus haqqında, Eyyub haqqında, Peyğəmbər s.ə.v haqqında kitablar var. Onların həyatları barədə kitablar var. Məmçin sahabilərin həyatı var, tabinlərin həyatı var. Əbu Bəkir, Ömər, Osman, onların həyatları var. Əli radiyallahu həyatı var. Böyük İslam alimlərinin həyatı barədə kitablar var. Yəni, onları oxuyaq. Uşaqlarımızı onları oxuturaq. Qoy uşaqlarımız sahabələri oxuyub xəyallarını qursunlar. Qoy xəyallarında gedib hansısa bir Tom and Jerry'yə, nə bilim, hansısa bir multfilm
nədir o, multifilm Supermenə zada özlərini bənzətməsinlər, hörümçək adama bənzətməsinlər. Qoy onlar bizim sahabələrimizin həyatını oxusunlar və onlar Peyğəmbər sallallahu aleyhi və səlləmin sahabiləri olmaq xəyalında olsunlar. İbrahim əleyhissalamın yanında olmağını düşünsünlər. Yusuf əleyhissalamın balaca uşaqkən quyuda necə tək qaldığını düşünsünlər. Nuh əleyhissalamın qövmünə necə dəvət eləməsini, qövmü necə ona küfr eləməsini oxusunlar. Adəm əleyhissalamın övladları Habil, Qabil haqqında qıssanı oxusunlar ki, necə paxıllıq, həsəd onların bir-birinin qətlinə gətirib çıxartdıdır. Bax, bu məlumatları uşağınıza verin. Vallahi ki, peşman olmayacaqsınız. Əmin olun ki, peşman olun. Əslində sevinəcəksiniz ki, mənim uşağım Peyğəmbərlərin həyatını oxuyub, öyrənir, danışır və s. Amma nağıl kitabları, xəyal qurmaq, hansı xəyaldan danışılır ki, əgər biz müsəlmanıqsa, bizim üçün xəyalımız cənnətdir, hədəfimiz cənnətdir və biz uşaqlarımızın beynində cənnəti xəyallandırmalıyıq. Yəni, dünyanı yox. Ona görə Allahın izni ilə, yəni bu sualın sahibinə müraciətimiz odur ki, inşallah ki, uşaqlarına düzgün seçim etsinlər və uşaqlarını İslam üzərində böyütsünlər. Əmin olun ki, siz bundan peşmançılıq çəkməyəcəksiniz. Və aleykum əsəlamətullah. Sual belədir ki, bilə-bilə tövbəni pozmaq düzgündürmü? Sadəcə məcbur edilirsən tövbəni pozmağa. Bu haqda nə deyə bilərsiniz? Yəni ki, günah işləyirsən, tövbə edirsən, sonra yenə o günaha işləməyi məcbur edirlər səni. Ümumiyyətlə bir söz deyim ki, heç bir insanın, hansısa bir insanı günah işlətməyə məcbur etməsi mümkün deyil. Yəni, kimsə kimə buna məcbur eləyə bilməz və bunu da yükləyə bilməz. Və bu da düzgün üslub da deyil. Bəli, insan əgər bir günah işlədirsə, insan tövbə edir, günahından qayıdır. Amma demək düzgün deyək ki, səni buna məcbur edilir. Xeyr, sən özün iman zəiflir, şeytan aladır, yenidən o günah edirsən. Yəni, bunu bu cür demək lazımdır. Yəni, heç kimin səni, məni, qeyrisini sən bu günahı etməlisən, buna səlahiyyəti yoxdur. Və insan da məcbur deyil ki, günah eləsin. Misal üçün götürək araq. Əgər bir insan araqdan tövbə edibsə, heç kim buna məcbur eləyə bilməz. Çünki heç bir yerdə bu barədə məcburiyyət yoxdur. Və ya da ki, zina, içki, qumar, siqaret və qeyri günahlar, və ya da yalan danışmaq və s. Sadəcə biz tövbə edirik, sonra isə şeytan bizi alladır, təzən imanımız zəiflir və yenidən o günaha qayıdırıq. Əgər insan bir əməldən tövbə edibsə və sonra yenidən iman zəifliyir və təzədən o günaha qayıdıbsa və insan yenidən o əməlinə tövbə eləməlidir. Hətta bunu 10 kərə eləsə də, 100 kərə eləsə də, yenə də insan əməlindən tövbə eləyib, peşmansı eləyib, Rəbbinə geri dönməlidir, qayıtmalıdır. Yəni, deməyin ki, mən bundan nə qədər tövbə edim ki, axı, mən bezdim bu günahdan tövbə eləmə. Xeyr, bu şeytandandır. Yəni, əgər siz bir tövbənin şərtləri ilə, yəni, sidq Allah üçün, Allahdan qorxaraq, Allahdan ümidinizi üzməyərək, sidqlə tövbə etmişsə, əməlinizə peşman olmuşsunuzsa, həmən əmələ geri dönməməyincə söz vermişsə, həmən əməldən uzaqlaşmışsınızsa, sonra bir müddətdən sonra şeytan sizi yenidən alladıb, iman zəifləyib və o günahı sizə şirin göstəribsə, yenidən o günah eləmişsinizsə və siz yenidən tövbənin şərtləri ilə həmən tövbəni etməlisiniz. Və bunu siz həyatınız boyu yüzlərdə etsəniz, yenə də siz tövbə edib qayıtmalısınız. Bax, onu yadda saxlayın. Çünki niyə görə bizim insanların çoxu azır? Yəni, dindən uzaqlaşırlar. Deyir, mən özümü alladıram, mən Rəbbimi alladıram. Nə qədər tövbə edərlər, axı, mən yenə edirəm bunu. Xeyr, sən nə özünü alladırsan, nə də Rəbbimi alladırsan. Sən tövbənin şərtlərini yerinə yetir və günah eləmək isə Adəm övladan yazılmış bir əməldir. Və insan günah etdikcə və tövbə elədikcə, tövbənin şərtləri ilə, bəli, Allah Subhanahu qulunun tövbəsini qəbul edir. Əgər qul yenidən bu günah edərsə, yenidən tövbə edərsə, yenidən Allah Subhanahu bunu qəbul edər, hətta insan bunu dəfələrini etsə də belə. Ona görə günahlar sizi tövbədən uzaqlaşdırmasın və Rəbbinizdən ümidinizi kəsdirməsin. Günah etdikcə siz bilin ki, sizin tövbələri qəbul edən Rəbbiniz vardır
və Rəbbinizə qarşı gözəl zəndə olun, pis zəndə olmayın və Rəbbinizdən də ümidinizi üzməyin. Və aleykum assalam. Sual belədir ki, mən ikinci ailəliyəm. Zövcün birinci zövcəsi rəhmətə gedib artıq 1 il olub. Evdə adı çox çəkilir. Buna heç nə demirəm. Çünki uşaq var. Yəni, zövcümün uşağı da uşağıdır. Amma çox zaman zövcəm deyir ki, mən birinci zövcəsi sevirəm. Səni isə bacılarıma görə və anama görə baxmaq üçün almışam. Hər dəfə üzümə vura durur. Bu nə dərəcədə düzgündür? Yəni, zövcümün etdiyi hərəkət düzgündürmü ona görə? Çox özümə qapanıram, hətta ailədə çox söz-söhbət səbr edirəm. Yəni, necə zəhmət olmasa aydınlıq gətirərdiniz, Allah elmizə bərəkət versin. Ümumiyyətlə, əgər bir kişinin istər yoldaşı, yəni birinci yoldaşı dünyasını dəyişsin, istər dəyişməsin, fərq etməz. Əgər bir kişi ikinci evliliyi varsa, yəni yenə qeyd edirik, istər birincisi dünyasını dəyişsin, istər dəyişməsin, fərq etməz. Əgər bir insan ikinci evliliyi evlənibsə, ümumiyyətlə həmən kişi ikinci yoldaşının yanında birinci yoldaşından danışmalı deyil və birincinin yanında ikincidən danışmalı deyil. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem belə etməyib. Peyğəmbər sallallahu aleyhi ve sellem belə etməyib. Yəni, insan əgər ikinci yoldaşının yanındadırsa, birinci yoldaşından danışmalı deyil. Çünki nə olur olsun, qadında qısqanclıq məsələsi var. Və hətta əgər bacı deyən kimi onun birinci yoldaşı ölübsə, deməli, bacının yoldaşı yenə dünyasını dəyişmiş yoldaşından danışırsa ki, mən onu sevirdim, mən onu belə elədim, belə oldu və səni buna görə aldım. Bu ümumiyyətlə düzgün, üslub düzgün metod deyil. Yəni, bu heç ailə daxilində olan ünsiyyətdən düzgün deyil ki, kişi bu cür cümlələr işlətsin. Yəni, bu qətiyyən xata və yanlış cümlələrdir ki, sən birbaşa qadının üzünə deyəsən ki, mən onu sevirdim, onu sevirəm, amma səni anama, bacıma almaqdan ötürü alım. Yəni, şəriət harada kişiyə evlilikdən ötürü deyib ki, sən atova, anava, bacıma baxmaq üçün ged arvad ol. Yəni, belə bir şey şəriətdə yoxdur axı. Və şəriətdə bu məqsəddən ötürü evlənilmir. Şəriətdə bu məqsəddən ötürü evlənilmir. Bu məqsəddən ötürü evlilik olan yanlış evlilikdir. Şəriətdə kişi o zaman evlənir ki, kişinin əgər evliliyə ehtiyacı varsa. Amma yox, mən səninlə evlənmişəm ki, atama, anama, bacıma baxasan, harada var? Yəni, bu yanlış cümlələr və yanlış evlilikdir. Yəni, əgər sən ikinci evlilik evlənmişsənsə, sən ər və arvad arasında olan əxlaqdan deyil ki, ünsiyyətdən deyil ki, sən onun üzünə bu cümlələri deyəsən, tələfiz edəsən. Və bu, təbii ki, bu baxımdan bacının yoldaşı xata edir, yəni bu cümlələri istifadə eləməkdə. Amma tövsiyəmiz odur ki, bacı səbirli olsun, Allahın izni ilə səbirli olsun, özünə qətiyyən qapanmasın. Düz indi yoldaşı ölüb, aydın məsələdir, uşaqları var, uşaqlarına baxdıqca yoldaşını xatırlaya bilər. Amma bacı çalışsın, belə deyim də, yoldaşı üçün bəzənsin, düzənsin, onun gününü xoş eləsin, yəni güləriz olsun, onun üçün bəzənsin, düzənsin. Yəni çalışsın ki, etdikləri əməllərlə birinci yoldaşını qismən ona unuttursun. Çünki əgər bacının zövcəsi özü belə tez-tez tələfiz edirsə, deməli o hələ ikinci yoldaşı, onun birinci yoldaşının yerini doldura bilmir. Ona görə bacı səbirli olsun Allahın izni ilə. İnşallah uşağı da olar və uşağını da tərbiyə edər və həmçində yoldaşına da qayğı göstərsin, məhəbbət göstərsin Allahın izni ilə və bu müddətin üstündən keçmək üçün müəyyən bir vaxt lazımdır. Və bacı qətiyyən səbirsizlik eləməsin, özünə qapanmasın, öz həyatını yaşasın, əlhəmdülillah. Və dediyimiz məsələlərə rəayət eləsin, vaxt aşırı inşallah öz yerini tutacaq inşallah. Və aleykumussalam və rəhmətullah. Sual belədir ki, daimi olaraq hakimə qarşı danışan yaxın qohumumla necə münasibət saxlayım? Dəfələrlə bu söhbətlərə görə aramızda problemlər yaşanır, təfsilatlı məsləhətə ehtiyacım var. Ümumiyyətlə, hakimlər haqqında danışmaq bu xavaricilərin, yəni üslubudur, xavaricilərin mənhəcidir
və bu böyük-böyük fəsadları aparıb çıxarır. Ona görə Şeyx İbn Hüseymin Rəhməllahın bu barədə gözəl bir fətvası var idi. Deyir, minbərlərdə dövlətdə baş verən nöqsanlardan danışmaq bu deyir xavaricilərin sifətlərindəndir. Nə deməkdir bu? Əgər insan meçid imamı, imam xatib bunu minbərdə dövlətin nöqsanlarından, hakim nöqsanlarından danışırsa, bəli, bu açıq-aşkar xavaricidir. Eləcə də fərdi insanlar. Əgər bir insan otururdur, ancaq hakimdən danışır, hakim idarə etməsindən, rayətindən, zülmündən və haqsızlıqdan və s. İnsan hər də bunu açıq danışırsa və yorulmursa, usanmırsa, təbii ki, bu açıq-aşkar xavaricin əlamətindəndir və belə insanlar ümumiyyətlə təmas qurmayın. Əgər qohum əqrabatsa, yalnız salam, aleykum salam və salam. Yəni, artıq şey danışmayın. Çünki bu sizi xeyri aparmayacaq, əmin olun. Bu sizi xeyri aparmayacaq, əmin olun. Çünki bütün dünyada baş verən, onun Yəmənində, Suriyasında, İraqında, Livanında, Sudanında və digər müsəlman dövlətlərdə baş verən hadisələrin ən birinci səbəbləri onların öz dövlət başçılarının dalınca danışmaqları idi. Onların öz dövlət başçılarının dalınca danışmaqları. İndi baxın, görün, bizim Avropada oturan bu siyasi bloger deyilənlər. Görün, bütün günü necə belə əxlaqsız sözlər söyürlər. Dövlət başçısına, onun xanımına, övladlarına, fərqi yoxdur vəzifədə olan insanlara. Axı, bu düzgün deyil axı. Bu düzgün deyil. Dövlət başçısı nə qədər haqsızlıq eləsə də, zülm eləsə də, o dövlət başçısıdır. Onunla söyüşlə, əxlaqsız danışmaq düzgün deyil. Ümumiyyətlə, onların xataları barədə danışmaq düzgün deyil. Əgər nəsiyyət elə bilsən, elə. Get, özünün yanında elə. Yox, eləyə bilmirsənsə, o zaman dua ilə Allahdan onun islahını istə, düz yola gəlməyini istə. Amma dövlət başçısının xatalarını zikr eləmək və insanları nümayişlərə, mitinglərə çağırmaq, çıxmayanları qorxaqlıqda, yaltaqda iddam eləmək, bunlar hamısı fitnəkarların və fitnə əhlinin üslublarıdır. Və bu üslubda günümüzdəki xavaricilərin üslublarıdır. Bəli, belə qohumla siz yalnız və yalnız salam, aleykum salam, qutarda getdi. Çünki bu cür insanlar xeyir insanlar deyirlər. Bu cür insanlar xeyir insanlar deyirlər. Onlar, bax, siz bir dənə bu cür danışan insanlara fikir verin. Bax, 10 milyonun üzərində olan dövlət başçısının xatasından danışırlar. Amma evində bir dənə zövcəsi var, 3 dənə uşağı misal üçün də. Gör heç onlarla adil davrana bilmir, subhanallah. Öz yoldaşı ilə uşaqlarını adil rəftar eləyə bilmir. Şəriətin qoyduğu çərçivədə rəftar eləyə bilmir. Amma 10 milyon xalqı idarə eləyən insanın xatalarından danışır. Subhanallah, sən adillikdən danışsan, bir get özbə bax, gör, sən ailəndə ümumiyyətlə düzgün rəftar edə bilirsənmi? Uşağınla, yoldaşınla, atonla, anonla, qonşunla. Yəni, sənin ətrafında olan bir 50-60 nəfər adam var, gör, onlarla sən düzgün rəftar edə bilirsənmi? Adil ola bilirsənmi? Nöqsansız onları idarə edə bilirsənmi? Xeyr, edə bilməzsən və etmirsən də. Çünki bu cür danışan insanların aqibəti odur, onlar özlərini islah eləyə bilmirlər, ətraflarını islah eləyə bilmirlər. Fəsad içində olduqları halda 10 milyon xalqı idarə eləyən dövlət başçının xətandan, nöqsandan danışırlar, subhanallah. Ona görə bu cür insanlarla yalnız və yalnız salam aleykum salam, qutarı getdi. Yeri gələndə biz də bu dövlətdə yaşayırıq. Biz də haqsızlıqları, zülümləri artıqlaması ilə görürük də və bilirik də. Amma danışmırıq, yalnız sələfin mənhəcə müvafiq olaraq dua edir Allah təala onları islah etsin, düz yola gətirsin. Hər dəfə nəsiyyətimizdə, tövsiyələrimizdə, hətta dərslərimizin sonunda belə biz Allaha dua edirik ki, Allah Subhanahu taala bizim dövlətimizi, dövlət başçılarımızı islah eləsin, onları düz yola yönəltsin. Və Allah təala bizə xeyirli rəhbər müvəffəq eləsin. Bəli, biz bu duaları eləyirik və eləməliyik də. Amma xata və nöqsanların zikr eləmək, danışmaq, bu isə əhl-sünnənin mənhəci deyil, xavariclərin mənhəcidir. Və onlar da ən şər insanlar da Allah Subhanahu taala bizi onların şərindən və fitnəsindən qorusun. Və aleykum assalam və rahmetullahi bərəkət. Sual belədir ki, hansı inanclar, əməllər insanı dindən çıxarır? Bu sual həqiqətən də yaxşı sualdır və nəzərə alsa ki, qrupda həmçinin də İslama yeni gələnlər var və inşallah bu sualı bir balaca başa salaq ki,
Yəni, hər bir inanc, mövhumat, xurafat, zəlalət, bidət, hansı ki, bu inanclar birbaşa olaraq İslam əqidəsinə müxalif ziddirsə, bəli, bunlar dindən çıxarır. Yəni, Allaha aid olan etiqadları başqa bir kəsə, məxluqa etiqad eləmək, Allaha olan ibadətləri başqa bir məxluqata etmək və Allaha aid olan bütün əməlləri başqa bir məxluqata etiqad eləmək, istər əsma sifətdən, istər rububiyyədən, istər uluhiyyədən, yəni tövhidin bu üç növündən hansısa birini Allahdan başqa bir məxluqata etiqad eləmək, bəli, insanı dindən çıxarır. Yəni, misal üçün aydınlaşdıraq. Məsəl üçün, əgər bir insan etiqad edirsə ki, imamlar ölməklərinə baxmayaraq hər şeyləri görürlər, eşidirlər, cavab verirlər, bəli, bu etiqad küfr etiqadıdır və insanı dindən çıxarır. Və ya da ki, rububiyyə tövhidində etiqad eləsələr ki, imamlar dünyada nə istəsələr onu eləyirlər, yəni istəyəndə yağış yağdırırlar, istəyirlər külək yağdırırlar, külək əstirirlər, bu etiqad insanı dindən çıxarır. Və ya da ki, uluhiyyə tövhidində etiqad eləsələr ki, imamlar onlara namaz qılınmalıdır, onlara oruç tutulmalıdır, onlara təvaf olunmalıdır, səcdə olmalıdır, onlardan istəmək lazımdır, onlara qurban kəsmək lazımdır. Bu etiqad insanı dindən çıxarır. Yəni, tövhidə zid olan bütün əməllər, İslam dininə aid olan bütün etiqadların əksi, yəni İslam dininin etiqadın əksi olan bütün etiqadlar, inanclar, bəli, insanı dindən çıxarır. Həmçinin də insanı dindən çıxaran əməllərdən sehirbazlıq, kahinlik, falçılıq və həmçinin də İslam dindən zid olan, insanı dindən çıxaran insanın mürtəd olmasıdır. Yəni, insan əgər dinini dəyişərsə, İslamsızdan Nasraniyə, Yahudilə keçərsə, bütpərəstliyə keçərsə, insan dindən çıxmış sayılır. Və həmçinin də dinlə istehza eləmək, yəni Allaha, Rasuluna, dini ayinlərə istehza eləmək insanı dindən çıxarır. Və həmçinin insanı dindən çıxaran əməllərdən biri də insan Allah Subhanahu taala vacib etiqad elədiyi əməlləri etiqad eləməmək, yəni hansı etiqadı ki, biz etiqad eləmək, onun əksinə etiqad eləmək insanı dindən çıxarır. Və həmçinin şəriətin buyurduğu haramları halal saymaq, halalları haram saymaq insanı dindən çıxarır. Və inşallah ki, yəni bu və bunların ətrafında olan, bunlara aid olan bütün məsələlər, bəli, bu məsələlər və bunların ətrafında olan məsələlər, yəni bu kimi inanclar və bu kimi əməllər, bəli, insanı dindən çıxarır. Və aleykumussalam və rahmetullahi və bərəkatuhu. Sual belədir ki, bəziləri deyir ki, əgər kəbin kəsilərsə, söhbət dini kəbindən gedir. Onu uzatmaq olmaz. Bu nə dərəcədə düzgündür? Yəni, bəziləri dini kəbini kəsdirdikdən 6 ay, 1 il sonra toyları olur. Bu haqda deyərdiniz. Ümumiyyətlə, şəriətdə əsl odur ki, kəbin kəsilən zaman qız getməlidir öz ərevinə. Yəni, kəbin kəsilsə, qız ərevinə gedir, qutardı getdi. Yəni, kəbinli qız ata evində oturmur. Bu əsl, yəni dində bu cürdür. Yəni, şəriətdə, hədislərdə, sahabilərdə, ondan sonra sonraki tabinlərin dövründə bu baş verib ki, yəni kəbin kəsilib, qızı götürüb aparlar öz evlərini. Qutardı getdi. Yəni, kəbinli qız ata evində qalmır. Amma bizim günümüzdə isə, təbii ki, biz özümüzü çətinliyə salmışıq, əziyyətə salmışıq. Yəni, cehiz olmalıdır, o olmalıdır, bu olmalıdır. Oğlan evi remont olmalıdır, oğlan evində filan şey olmalıdır. Və bu aylarda, ildə çəkə bilər. Və bu ərəfədə də bu qızla oğlan bir-birlərlə danışsınlar, görsünlər, şəhərə geçsin, parka geçsin, bulvara geçsin deyə, yəni bir-birlə halal olsun deyə, yəni kəbin kəstirilir və bunlar 6 ay, 1 il belə kəbini qalırlar. Amma bu kəbin onların arasında yaxınlığa icazə verilən kəbin deyil. Çünki heç bir ata qızına bu kəbini eləmir. Yəni, kəbin kəsilən zaman oğlan tərəf deyir ki,
bəs kəbini kəsək, qoy bir-birlərini oturub danışa bilsinlər, ötürə bilsin harasa və s. Ata da kəbini buna görə kəstirir, buna görə izin verir. O izin vermir ki, mənim qızıma kəbin elədin, get toydan qabaq qızımla yaxınlıq elə və s. qarnına uşaq düşsün, hamilə qalsın və s. Yox, ata buna icazə vermir. Ona görə Peyğəmbər buyurur ki, Əl-Muslimun alə şuruti, müsəlmanlar öz şərtlərini qoruyarlar, yəni şərtlərin üzərindədirlər. Başqa bir hədisdə Allah Rasulü buyurur ki, İnnə əvvə şurut məstəhləltun bil-furuc. Ən etibarlı vəfa olması şərt kəbində edilən şərtlərdir. Yəni, sən qız atasına kəbinin nədən ötürü kəsilməsini demirsənsə, ata da ona görə icazə verib. Ona görə o şərtlə veribsə, bəli, sən onu yalnız və yalnız ötürə bilərsən, parka gedə bilərsən, əlindən tuta bilərsən, bulvara apara bilərsən və s. Amma qızı öpmək, qucaqlamaq, o ilə bir yerdə qalmaq, yaxınlıq eləmək və s. ki, biz artıq birimizə halallıq, heç nə problem yoxdur. Bax, bunlar hamısı qətiyyən olmaz, qətiyyən olmaz. Çünki hətta bu məsələdə bizim öz tələbə olan vaxtımızda, bizim öz tələbələrin arasında bu barədə mübahisə düşmüşdür və biz o vaxtda orada şeyxlərə müraciət elədik və biz bu cavabı aldıq ki, müsəlmanlar öz şərtlərin üzərindədirlər, şərtlərin qorumalılar. Yəni, sənə kəbini ata nə şərtlə icazə veribsə, bax, o şərtə də riayət olunmalıdır. Ona görə bəli, ola bilər ki, kəbin müəyyən səbəblərdən 6 ay, 7 ay, 1 ilə kim çəkə bilər. Amma bu müddət ərzində kişi, oğlan öz kəbinini yoldaşına toxunmalı deyil. Toxunmalı deyil. Yalnız nəyə icazə verilibsə, o icazə ilə də getməli. Çünki bəzi halda görürsən ki, bunların evlənmə müddəti uzanır və artıq gedirlər, gəzirlər, park, bulvar və s. Sonra isə oğlan başı demək ki, bir-birimizə halallıq, heç nə problem yoxdur, onsa mən səni alacam və s. Və görürsən, qız da buna inanır və qız da buna təslim olur və sonra isə artıq Allahın qədərinə elə ola bilir ki, bunlar heç evlənəsiz olmurlar, amma artıq qızın vakislərliyi gedir. Bu da təbii ki, düzgün deyil. Çünki qız o şeylərə fikir verməli deyil, qulaq asmalı deyil ki, yox, sən mənim halalımsan, heç nə problem yoxdur, biz ər-arvadıq belə elə. Bəli, sizin heç nə problemimiz yoxdur, laf ər-arvad salirsə belə, bəs sən ər-arvad salirsansə belə, niyə qız hələ də atasının evində, niyə götürüb aparmamısınız ki? Bax, budur, məsələ budur. Əgər müəyyən üzvlü səbəblərə görə toy gecikirsə, amma kəbinin də vaxtı uzanıbsa, yalnız və yalnız nəyə icazə veribsə, o əməl olunmalıdır. Qızı ötürmək, əlindən tutmaq, parka aparmaq, bulvara aparmaq və s. Bundan savayı isə inşallah keç birini etmək olmaz. Və aleykum assalam. Sual belədir ki, kəbrin mehriyyəsini dəyişmək və yaxud da yeniləmək mümkündür. Əgər kəbin kəsilir, mehriyyə qızıl istənilib, sonra da ər-arvad arasında kəbin yenələnməsi istənilibsə, bu necə etmək olar? Mehriyyəni qızıl əşya əvəzinə ərindən xanımı başqa qadınlar haram deyərək mehriyyə istəyir. Ərindən xanımı başqa qadınlar haramdır deyərək mehriyyə istəyə bilərmi? Ümumiyyətlə, əgər siz kəbin kəsmişsinizsə və kəbin kəsən vaxtı mehr təyin olubsa, o mehir dəyişilmir. O mehir dəyişilmir. Sadəcə qadın mehrindən bir qismi kəsə bilər. Tam ki, mehir kəsiləndə, məsələn, deyiblər ki, 10.000 manat mehirdir, düzdür? Sonra, məsəl üçün, bacı görüb ki, yoldaşı kasıbdır, deyə bilər ki, 5.000-ni halallıq veririm, yəni yarısını keçirəm, 5.000-ni mehir versin. 5.000-ni mehir versin. Yox, əgər siz demək istəyirsiniz ki, mən mehri ləğv eləyim, yenidən mehri şərt qoyum ki, məndən başqa heç kim almasın. Bu, mehri aidiyyəti yoxdur. İbn Hüseymin Rəhman deyir ki, ata bu şərti kəbində qoya bilər. Yəni, İbn Hüseymin Rəhmana deyir ki, əgər bir atadan onun qızın elçiliyə gəlirlərsə və mehr təyin olunur və ata deyir ki, mən qızım verirəm bu şərtlə ki, sən mənim qızın üstündən başqa qız almayacaqsan. Və oğlan razıdırsa, bu şərtlə qızını verə bilər. Razı ölsə, onda qızını vermir.
Yəni, bu o demək deyil ki, kimsə Allahın dininə qarşı çıxır. Xeyr, bu Allahın dininə qarşı çıxmaq deyil. Şeyx Hüseyin Rəhmə deyir ki, bu nikahda qoyulan şərtdir və yerinə də yetiriləsi şərtdir. Çünki Peyğəmbər s.ə.v buyurur ki, İnnə avfə şurut məstəhləltum bil furuc. Həqiqətən də yerinə yetiriləsi şərtlər kəbində deyilən şərtlərdir. Əgər şərt Quran və sünnəyə müxalif deyilsə, bəli, o şərt əməl olunur. Bu şərt də Quran və sünnəyə müxalif deyil. Yəni, kimsə deməsin ki, Allah Taala icazə verib də, sən kimsən qadağan etsin? Mən qadağan eləmirəm. Ata qadağan eləmir. Ata deyir ki, mən qızımı bu şərtlə verirəm ki, qızımın üstünə başqa bir qız almayacaqsan. İstəmirsən alma. Mən demirəm ki, sənə ümumiyyət evlənməklə. Yəni, razı olsan, get başqa qadına, başqası ilə də evlən, 3-4 dənə də alarsan. Qutardı, getdi. Çünki Allah Taala Quran-ı Kərimdə deməsi ki, 2, 3, 4, alimlər deyir ki, bu əmr deyil. Yəni, bu vacib deyil ki, hamı hökmən evlənməlidir. Bu tövsiyədir. Yəni, kişi istəsə evlənə bilər. Kişi istəsə 2, 3, 4 qadın ola bilər. Bu tövsiyədir. Yəni, bu vacib deyil ki, mən evlənməsəm günah qazanam. Xeyr, bu vacib əmr deyil. Bu tövsiyə xarakterlidir. Yəni, evlənə bilər. Və mən də, ata da əgər qızını elçi düşəndə şərt qoyursa ki, bu şərtlə verim, qızın üstünə qız almayacaqsan, bu şərtə razı evlənsin. Necə Şeyx Hüseyin Rəhməllah konkret bu məsələni qeyd edir. Yəni, siz artıq nə kəbiri kəsə bilərsiniz, nə də yenidən şərt qoya bilərsiniz. Çünki artıq sizin kəbirinizdə mehr təyin olunub və bu şərtdə qeyd olmayıb. Ona görə siz kəbirini pozub təzədən yenidən mehr və mehirdə bunu qoya bilmərsiniz. Ümumiyyətlə, bu şərt mehirdə qoyulmur. Mehr yerində qalır və şərt də əlavə qoyulur. Və siz artıq kəbin kəsilib və sizdə mehr təyin olunub və bu şərtdə olmayıb sizdə. Ona görə siz bunları qaytara bilmərsiniz. Çünki artıq olan olub, keçən keçib. Yəni, sizdən keçdi artıq. Bu sizdən keçdi. Yəni, siz bunu, bu şərti qoya bilmirsiniz. Çünki əvvəlcən bu şərt aranızda olmayıb. Və aleykum əssalam və sual belədir ki, xahiş edirəm, qohumluq əlaqələri barədə bizə geniş məlumatlandırın. Öz nəslində və hətta yoldaşının nəslində vacib qohumluq əlaqələri hansılardır? Kimlərlə qohumluq əlaqələri saxlamalıyıq ki, günah qazanmayaq? Əmi uşaqlar, bibi uşaqlar, xala uşaqlar, dayı uşaqlar və s. Qeyd edin ki, uşaqlıqdan nadir hallarda əlaqə saxladığımız qohumlar var. İllərlə bir-birimizdən xəbərimiz olmur. Qohumlar kimdir? Bu səyəni tam bilmək istəyirəm. Xahiş edirəm, bu mövzuda mənə məlumat verin. Əvvəlcən təşəkkür edirəm. Qrupdan çox faydalanıb, davamlı olmasını arzu edirəm. Allah razı olsun, elimizə bərəkət versin. Allah zəhmətinizin əvəzini bu dünyada və axirətdə versin. Amin. Allah razı olsun. Bizim də əsas fikrimiz, zikrimiz odur ki, gücümüz çatan qədər qrup əhlini faydalandırmağa çalışaq, bilmədikləri suallara cavab verək və özümüz də bilmədiklərimizi də soruşuruq. Biz də həm özümüz öyrənir, həm də qrupa yönəldirik. Yəni, əsas məqsədimiz bacıların faydalanmasıdır Allahın izni ilə. O ki, qaldısa, sual həqiqətən də möhtəşəm sualdır, yəni vacib suallardan biridir. Və ümumiyyətlə, qohumluq əlaqəsi dində necə ayrılır, yəni necə bölünür. Qohumluq var, yaxın qohumluq var, uzaq qohumluq. Ən yaxın qohumluq, misal üçün, ən yaxın qohumluq hansılardır? Ən yaxın qohumluq birinci, ana, ata, bacı, qardaş. Düzdür? Ana, ata, bacı, qardaş. Sonra keçir xala, dayı, əmi, bibi. Yəni, qohumların başlığı sənin atanla anandır. Və qohumlar isə bu iki nəfərin ətrafında olanlardır. Bu iki nəfərin ətrafında olanlar bir var sənin öz bacı qardaşlarındır, bir də var sənin atanla bacı qardaşlarıdır. Və ən yaxın qohumlar isə, yəni atanı sənin valideynindir və bacı qardaş sənin doğma bacı qardaşındır. Bu ən sənə yaxın olanlardır. Ən yaxın qohumlar budur. Bundan sonra isə keçir mərhələ atanın bacı qardaşı, ananın bacı qardaşı. Aydındır. Və sonra isə qohumluq əlaqəsi keçir onlardan sonraki mərhələyə. Yəni, xaladan keçir xala oğluna, xala qızına, bibidən keçir bibi oğluna, bibi qızına, əmidən keçir əmi oğluna, əmi qızına və dayıdan keçir, deməli, əmi qızına,
dayı qızına, dayı oğluna. Yəni, dayı, xala, bibi, əmidən keçir ondan uşaqlarına. Bacı qardaşdan da növbəti mərhələ keçir ondan uşaqlarından. Bacı oğlu, bacı qızı, bunlar. Qardaş oğlu, qardaş qızı. Yəni, sənin öz bacı oğlun, bacı qızın və sənin qardaşın oğlu və qardaşın qızı. Yəni, bu ikinci mərhələdədir. Üçüncü mərhələdə isə, yəni, onlardan onların övladlarıdır. Onların övladlarıdır. Yəni, əgər səni tutam ki, xalan, bibin, dayın varsa, ilk öncə sənin qohumluq əlaqələrin bunlardır. Əgər sənin xalan dünyasını dəyişibsə, artıq xalanın yerinə xalanın övladları gəlir. Dayın dünyasını dəyişibsə, dayın yerinə dayın övladları gəlir. Əmin dəyişibsə, əmin yerinə gəlir və yaxud və s. Eləncə də bacı və qardaş. Əgər bacı qardaş varsa, qohumluq əlaqələri onlardadır. Əgər onlar dünyaların dəyişirsə, artıq onların vacib qohumluq əlaqəsinin yerinə keçir artıq onların övladları. Yəni, bütün bunlar hamısı sənin ümumiyyətlə qohum əqraban sayılır. Eləcə də bu qohum əqraba da keçir sənin yoldaşına. Yəni, həmən bu ata, ana, bacı, qardaş sistemi, yəni necə ki, sənə aid isə, eləncə də bu zövcəndə də bu sistemlə də hərəkət olunur. Bu zövcənin hərəkət sistemi olur. Yəni, tutam ki, belə deyək də, sənin xalan qala, sənin xalanın hansısa bir nəvəsi, sən xalon hansısa bir nəvəsinə qohumluq əlaqəsini bərpa edirsən, xalonu tərk edirsən, sən buna görə günah daşıyırsan. Yəni, xalan, sən o xalon nəvəsinin qohum olmağına olan səbəbdir. Ona görə sənin üçün xalan onlardan qabaqdır. Yəni, sən qohumluq əlaqəsinin bərpası deyəndə, sən ən yaxınlarla bərpa edirsən və o yaxınlar olmadıqca da mərhələ onlardan sonraki etaplara keçir. Və Allahın izni bu yəni sistemi nəzərdə saxlayın və bu sistem həqiqətən də hətta miras məsələsində də bu cür baş verir. Miras məsələsində də qohumluq əlaqəsi bax bu cür yəni hesablanır. Yaxın və yaxın. Əgər o yaxın yoxsa artıq onun övladı keçir onun yerinə Allahın izni ilə. Və aleykum assalam və rahmetullah. Sual belədir ki, bəzən elə hallar olur ki, məsələn qonaq gedirsən, yemək yeyirsən, yeməyi bəyənmirsən, soruşurlar ki, necədir, bu zaman doğrusun desək, xətirlənə dəyər. Amma yalan danışsa da günahdır. Eyni ilə bunun kimi bir çox hallar baş verir. Bu zaman nə etməliyik? Ümumiyyətlə, əgər bir insan bir evə qonaq gedibsə və qonaq onun qabağına əziyyət çəkib yemək qoyubsa, hətta o yemək yaxşı çıxmayıbsa da belə, ev yəsi soruşan necədir? İnsan onu pisləməli deyil, qətiyyən pisləməli. Deməli, əlhəmdülillah, əllərinə sağlıq çox gözəldir. Yəni, niyə görə? Əvvəla, yemək mütləqən pis ola bilməz. Yemək insanların zövqünə görədir. Ola bilər, bu sənin zövqündə, yağı, duzu, tamı sənin zövqündə deyil, amma başqasının zövqündə yaxşıdır. Ona görə bir insan mütləqən olaraq yeməyi pisləyə bilməz. Yəni, hər hansısa bir yemək götür, düzdür? Sən desin, uyda mən ondan iyrənim, o nə yeməkdir? Sən ondan iyrənə bilərsən. Amma sən ondan iyrənməyin, o yeməyin əslən iyrənc olması demək deyil. Eləcə də götürmürsən, xalqları, millətləri götür. Hər bir millət bir-birlər yeməyin bəyənmirlər. Yəni, biz öz abhamıza uyğun, adətimizə uyğun yeməklər pişirib yeyirik. Amma sən geçək Afrika dövlətlərini, Hindistan dövlətdən hansına da geçək, oradansa bir yemək gözək, bu iyrəncdir və yaxud düz əgər haram deyilsə, halal məhsullardansa, bizim üçün müəyyən halda iyrənc görsənə bilər. Amma o sənə görə iyrəncdirsə, o demək deyil, bu əslən iyrəncdir. Yəni, yəqin ki, nə demək istədiyimi başa düşdünüzdə, yəni mütləqən olaraq yemək iyrənc ola bilməz, yəni pis ola bilməz. Yəni, sənin zövqə uyğun deyilsə də, kiminsə zövqünə görə müvafiq ola bilər. Yəni, sən duzlu yemirsənsə, o demək deyil ki, hamı duzlu yeməməlidir. Sən duzlu yemirsənsə, başqası duzlu yer və ya da sən duzlu yemirsənsə, başqası yer. Elə də sən yağlı yeyirsən, başqası yemir, başqası yağlı yemir, sən yağlı yeyirsən. Yəni, zövqlər ayrı-ayrı olduğu üçün bu baxımdan da mütləqən olaraq yeməyi pisləmək olmaz. Ona görə Peyğəmbər s.ə.v buyurub ki, sizlərdən birinizin qabağına yemək qoysalar, əgər o yeməkdən iştahı çəkmirsə, nəfsi çəkmirsə, o yeməyi pisləməsin, o zaman o yeməyi yeməsin. Pisləmək olmaz, amma yemək ilə. Səni heç ki məcbur elə bilməz.
Amma qonaq getmisənsə, yemək qabağı qoyublarsa, yemisənsə və xoşuna gəlməyibsə, amma ev əhli səndən soruşanda, əlhəmdülillah, əllərdə sağlıq, çox gözəl çıxıb. Ən azından ev yəsinə ehtiram, hörmət baxımından deməli, bunu demək lazım. Bu da yalan sayılmır. Yəni, əsas mən fikrimi nəyə cəm eləmək istəyirdim? Bu yalan sayılmır. Çünki zövqlər ayrı-ayrı olduğuna görə sənin zövqündə olmaya bilər, amma yemək isə öz-özlüyündə başqa zövqlərə müvafiq olduğu üçün başqası bunu bəyənir. Ona görə bu yalan sayılmır Allahın izni ilə. Amma deyirsiniz ki, və digər bu kimi bilmədiklərimiz mövzular amma onun inşallah ki, hansı məsələni qeyd eləmək istəmişsə, onu qeyd eləsəz daha yaxşı olardı. Çünki bilmək olmaz. Yəni, bir məsələdə yalan danışmaq olmaz, amma digər məsələdə tovriyə eləmək olar. Yəni, bəzi hallar var ki, insan orada söylə haqqı deməlidir. Bəzi məsələlər var isə susmalıdır. Yəni, siz konkret indi misal çəkmədiniz, bir dənə yeməkdən misal çəkdiniz, ona görə biz yeməkdən danışırıq. İnşallah ki, konkret hansı məsələni desəz, inşallah o məsələnin ətrafında biz sizə nəsiyyət edərik ki, yalan danışma olar, yoxsa yox. Və aleykum assalam. Sual belədir ki, qurbanlıq qoyunun ayaqlarını, başını, salatını nə etməliyik? Bir də qurbanlıq bayramı namazın əvvəl kəsilsə olarmı? Əvvəla qurbanlıq bayram namazından sonra kəsilir, bu bir. Çünki namazdan qabaq kəsilən qurbanlıq sayılır, adi ət kəsimi sayılır. Ona görə namaz qılandan sonra kəsilməlidir. Bu birinci. İkinci isə alimlər deyir ki, qurbanlıq heyvanın heç bir şey tullanmalı deyil. Yəni, ən kamillik odur ki, insanın qurbanı bütöv halda Allah Subhanahu taalaya çatsın. Yəni, təkcə əti, ağciyəri, qaraciyəri, ürəyi, böyrəyi deyil, hətta onun yiyilə biləcək bütün əzaları, istifadə oluna biləcək bütün əzaları Allah üçün olsun. Yəni, belə deyək də, qəşəng kəssin, təmizləsin, baş ayağını əlavə pul versin, təmizlətdirsin. Çünki tüklü kiməsə versə onu tullayacaqlar. Amma bu insan heyvanın qiyamət günü tam olaraq onun qarşısına gəlməyini istəyirsə, buna bir misal çəkəcəm, bir aydınlatma eləyəcəm. Bir gün Peyğəmbər sallallahu aleyhi və səlləm öz evində, Əhl-i Beytin evində qurban kəsir və bütün ətlərin payı ilə yalnız başı ilə və ayağı qalır. Və Ayşə rəziyallahu deyir ki, ya Rasulallah, hər şeyi payladıq, yəni bizə bir dənə baş bir ayaqları qaldı. Yəni, sanki bir növ ki, ət qalmadı da bizə baş bir ayağı qaldı. Onda Peyğəmbər sallallahu deyir, ey Ayşə, həqiqətən bizə qalmayanı baş ayağı oldu. Deyir, çünki biz qiyamət günü kəsdiyimiz heyvan özümüzə qayıdacaq, amma onun başı və ayaqları üstündə olmayacaq. Alimlər bu hədisdən fayda götürürlər, deyir ki, yəni, hədis şərhçiləri qeyd edirlər ki, bir insan əgər heyvanın kamil formada qiyamət üçün ona qayıtmağını istəyirsə, o insan kəsdiyi heyvanı hər bir şeyin Allah üçün paylamalıdır. Yəni, özü yiyə bilir, özü yesin, payla bilir, paylasın. Yəni, nə demək istəyirəm? Əgər biz heyvanı kəsib, başın, ayağın, dərisin, bağırsağın falan tullayıb eləcəksə, yəni, qiyamət üçün heyvanlar baş ayaqlısı olacaq. Amma siz əgər ixlasla bütün qoyunuzun kamil formadan qəbul olmağını istəyirsə, o zaman siz kəsdiniz heyvanın, dərisini qəşəng aşılayırsınız, ondan sonra başın ayağını qəşəng təmizləyirsiniz, yəni qarnını yuduzdurursunuz və yaxud da özünüz yuyursunuz, yiyilə biləcək bağırsaqlarını qəşəng təmizləyirsiniz, eylirsiniz və Allah üçün bunların hamısını gözəl bir formada siz hansısa bir kasba versəniz, mən and verirəm ki, hər bir kəs onu götürəcək. Nəinki siz dərini kəsən kimi, ehtiyacın var buna, yox da onda tulla yesin, baş ayağı istəmir tulla yesin, və bağırsaq tulla yesin, qarın tulla yesin. Və belə halda bəli, sizin heyvanınız naqis olur. Amma siz onu gözəl bir şəkildə, çünki Peyğəmbər s.ə.v nə deyir? Sədəqəni ən yaxşı, ən gözəl formada verin. Və siz onu baş ayağı qəşəng təmizləsəz, bağırsaqlarını təmizlətdirsəz, əlavə pul verib təmizlətdirsəz, sonra dərisini qəşəng aşılatdırsaz, düzəltdirsəz, duzlasaz və qəşəng hala gətirsəz və siz bunların hamısını bir kasıb bir insana versəz, mən and içirəm ki, heç kim onu geriyə qaytarmayacaq.
Ona görə çalışın ki, qurbanlıq kəsəndə onun ayaqlarını, başını, isalatını və bu kimlərin hamısını təmizləyib, elib, gözəl bir formaya gətirib, Allah üçün ona sədəqə edəsiniz ki, və sizin heyvanınız çox gözəl bir formada Allahın dərgahında olsun ki, qiyamət gündə kamil formada da Allahın iznilə özünüzə qayıtsın.